Aziz və hörmətli bizim izləyicilərimiz, demək, Salyan rayonunda bu Asan Xidmətin ərazisidir. Asan Xidmət gözəl bir xidmətdir. Cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə səhv etmirəmsə yaranılıb. İndi bir sıra dövlətlər təcrübəni özlərində tətbiq eləməyə başlayırlar. Bu bürokratiyanın bir növ sənədlərdə yanlışlığa yol verilməsinin digər məsələlərin qarşısını almaq məqsədi güdür. Bura gələn hər bir vətəndaş, Azərbaycan vətəndaşı dərhal məsələsini qısa müddətdə, konkret qoyulmuş vaxt müddətində həll eləyə bilir. Bu da artıq keçən il mayından, iyunundan da bir ildən yuxarıdır bu Salyan rayonunda açılıb Asan Xidmət. Çox gözəl burada şərait yaradıblar. Azərbaycan dövləti ümumiyyətlə bəzi insanlar onu başa düşmür. Elə deyir veriyim, daha sonra nə olacaq onu bilmək. Amma bir şey bilmirlər ki, Azərbaycan dövləti yenidən qurulur, tikilir. O qədər tikilməli şeylər var, onu cənab prezident tikir də yaradır. Dəmir yolların çəkilməsidir, nə bilim, aeroportların tikilməsidir. Ümumiyyətlə, ölkədə olan infrastrukturun qaydaya salınmasıdır, şəhərlərin abadlaşdırılması. O cümlədən də bax bu Salyan rayonunda gözəl bir mənzərədir, fikir verirsiniz. Şərait də yaradılıb. Kürkənd deyilən bir kəndin qarşısındadır. Salyanın köhnə mostudur bu. Onun qarşısındadır. Bu Asan Xidmət çox gözəl bir xidmətdir. Dərhal gəlirsən, məsələyi qısa müddətdə həll edirsən. Amma bir çətinlik var. Çətinlik ondan ibarətdir ki, burada olan sistemə vurulan sənədlər gərək yanlışlıq olmasın sənədlərdə. Bildiyimiz kimi keçmiş kolxoz sədrləri, ərazinin kənd sovetləri, Sovet dövlətinin dövründə sonra lap yaradıldı, sonra bələdiyyələr. Bunlar zaman müəyyən savadında qüsur olan insanlar olublar da. Məsələn, insanın adını yazarkən hökmən hər hansı bir hərf səhvinə yol veriblər. Hərf səhvinə yol veriblər, o da düşüb sistemə və yaxud qəbul elək ki, kənd yerlərində bildiyimiz kimi o vaxtı torpaqlar verilmişdi vətəndaşlara. Necə verilmişdi? Təhkim olunmuşdu. Tabii onun əmlaki deyildi, kolxozun ərazisi idi. Verilmişdi vətəndaşlara ki, qoy bu vətəndaşlar ondan istifadə eləsin. Sonradan Azərbaycan dövləti yaranandan sonra artıq demək şəhadətnamələr verildi vətəndaşlara və dəvət edildilər ki, gəlib evlərinə çıxarış alsınlar, küçə sənəd alsınlar. Amma həmən dövrlərdə adlarda olan səhvlər, bölgülərdə olan səhvlər, yanlış olaraq insanlar köçüb gediblər, digər yerlərdə yaşayırlar. Onların adlarının bax bu təsərrüfatlarda qalması bu gün çox çətinlik yaradır. O cümlədən də bizim özümüzə elə. Hər hansısa kolxoz sədrinin və yaxud da demək, kənd sovetinin yaratdığı səhvdən mən əziyyət çəkirəm. Bir sənədin bir il yarıma gücünə həll eləyib, bu günlər gəlirəm ki, sənəd həll olub, o sənədin həllin bu günləri inşallah nail oldum. Ona görə Allah can sağlığı versin dövlətimizə, dövlət rəhbərimizə. Qoy bu xalqımız üçün belə işlərdən çox eləsin. Çünki insanlar yorulublar ora-bura qaçmaqdan, hər hansı bir sənədi düzəltməkdən. Ged oradan arayış al, ged buradan arayış al. İnşallah ərazi nümayəndələrinin də, icra orqanlarının da burada yeri ayırd olunub. Onlar da gəlib bu sənədləri sistemə vurub burada otuzulsalar, ümumiyyətlə biz heç yerə getməyəcəyik bir sənəd almaq üçün. Elə gəlib burada hamısını sistemdə görüb o məsələləri həll eləyəcəklər. Amma torpaq məsələləri çox çətindir. Xalqımızın çoxu ata evində oturublar və ata evində oturduğu zamanda orada ailənin üzvlərindən qalıb, qardaş, bacı, onların da çoxu dünyadan gedib.
nə də vaxtında gedib bu vərəsəliklərini almayıblar ki, həmin vərəsəliklər olandan sonra asantıda yığılıb gəlib bağışlama, nə bilim, kimin adına keçirmək məsələləri mümkün olur. Amma vərəsəlik almaq çox çətindir. Vaxtı ötürüblərsə, hökmən məhkəmə yolları ilə alınacaq bu məsələlər. Necə də bizim başımıza gəldi. Buna görə mən dövlətimizə